Sınaq müddəti ərzində təhvil təslim olmadan şirkət hər hansı bir cərimə yaza bilərmi işçiyə? Hələ işə götürməyib, sınaq müddəti təhvil təslimdə olmayıb. Hansı bir problemlərdən və itkidən dolayı deyək ki, işçiyə cərimə yazıla bilərmi? Bəli, işçi işə sınaq müddəti ilə qəbul edilə bilər və sınaq müddətində işçi sınaq müddəti ilə belə işçiyə qəbul olunsa belə, orada işçinin gördüyü əmək funksiyası həmin müqavilədə qeyd olunur. İşçi nəyə cavabdehdir, nə etməlidir, nəyi etməməlidir, nə etsə bu həmin müəssisəni zərərə uğrada bilər. Yəni tərəflərin hüquqları, vəzifələri aydın şəkildə və bununla bağlı dəymiş zərərlə bağlı risklər, məsələlər əmək müqaviləsində, yəni sınaq müddəti orada fərqli olan müddətdir. Yəni tərəfin hüquq və vəzifələri, öhdəlikləri, bundan bağlı olan məsələlərdə məhdudiyyət yoxdur. Yəni o digər əmək müqaviləsi formasında olur yenə də. Yəni burada şəxs hesab etsə ki, rəsmi formada buna məsuliyyət daşıyan şəxs deyil, buna cavab verməli, buna nəzarət etməli şəxs deyil və yaxud da ki, buna müəyyən olunmuş vəzifə funksiyasına uyğun olaraq təhvil təslim həyata keçirilməyibdir. Əlbəttə ki, bunu birinci işə götürənin özünlə mübahisələndirə bilər. Əgər bununla bağlı heç bir razılıq əldə etmirlərsə və işə götürən israrlı şəkildə deyirsə ki, cavabdehsən, sən bu zərəri sən ödəməlisən, artıq işçi məhkəmə qaydasında müraciət edib öz hüquqlarını tələb etməlidir.